Mənə dedilər ki, 140 manatı bunun forma puludur. 40 manatı da dedi, sənədlərə nəsə gedəcək. İşə düzəlmək istədi, pulundan oldu. Nə işə düzəldi, nə də verdiyi pulu geri ala bildi. Hadisə paytaxt sakini 62 yaşlı Kamal Əzimovun başına gəlib. Mən nə bilim, hər yalanla deyir işə düzəldəcəm. İllərdir işsiz olduğunu bildirən vətəndaş iddia edir ki, Abşeron rayonu Xırdalan şəhərində işə düzəltmə ofisinə müraciət edib. Bu il fevralın 1-də sənədlərimi apardım, verdim idarəyə. Mənə dedilər ki, fevralın uzağı 18-19 zəh vuracaq sizə. Neçə dəfə zəh vurmağına baxmayaraq mənə heç bir xəbərdar eləmirlər ki, gəlginən, gəlməginən. Axırıncı da zəng eləndə məni azarladı, biraz da qışqırdı ki, niyə səndə hövsələ yoxdur? Dedim ki, müəllim, nə qədər hövsələ eləmək olar? Siz dediniz 15 günə, 18 günə sizə xəbər verəcək. Hələ heç bir xəbər olunmayıbdır. Müdürdür deyəsən, Azər bəydir. O da ki, cavab verir ki, deyir, gözlə, belə. Kamal Əzimov iddia edir ki, sözü gedən ofisin əməkdaşları artıq onun zənglərinə cavab vermir. Siz sənədlərinizi kimə təqdim elədiniz? Harada yerləşir sözü gedən? Xırdalana çatmamış, orada quruqda yerləşir. Ofisi də işə düzəlmə ofisidir. Hansı sənədlər apardınız? Hər bir şey, işə düzəlmək üçün hər bir sənəti, narkolojidən belə hər yerdən keçmişəm, aparıb da oraya vermişəm. Bunun üçün sizdən nə tələb elədilər? Məndən 180 manat pul alıb. Siz 180 manatı verəndə hər hansı bir sənədə qol çəkdinizmi? Orada nəsə qol çəkdilər, bilmirəm nəyə qol çəkdilər, vallahi. Sizə hansı vəzifəni söz vermişlər? Hansı işi tapmışdılar sizə? Qarovulçu işi eləmək istəyirəm. Mühafizə xidmətinə. Xidmətində. İddialarla bağlı adı hallandırılan Azər adlı şəxsə dəfələrlə zəng etsək də cavab verilmədi. Şikayətçi Kamal Əzimov problemlə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirir. Sevinç Vaqif qızı Samir Qasımov, Xəzər xəbər.